Məşhur hədislərin birində deyilir ki, Quranda elə bir ayə var ki, insanın sıxıntı və çətinliyi nə qədər böyük olursa olsun, əgər bu ayəni oxuyarsa, ümidi olmadığı yerdən Allah onun sıxıntılarını aradan aparar və ümidi olmadığı yerdən bağlı qapıları özünə açar. Ayənin əvvəlində deyilir ki, فَاِنْ تَوَلَّوْ Ey mənim Peyğəmbərim, əgər bütün dünya səndən üst çevirərsə, فَقُلْ Belə olan halda, yəni sıxıntılar sənə üz gətirərsə, de, Həsbiyallahu la ilahə illahu, aleyhi təvəkkəltu və huvə rabbul arşil azim. Ayənin zikri bundan ibarətdir. Bu həmən ayələrdən biridir ki, həqiqətən insan bunu sidq ilə deyərsə, möcüzələrin şahidi olar və ümidi olmadığı yerdən Allah onun sıxıntılarını aradan aparıb, güman etmədiyi yerdən nicat qapılarını üzünə açar.